Peyğəmbər özündən sonra Əhl-i Beyti gəmi kimi insanlara qoyur və bu gəmi Allahın nəzarətindən nədir? Kənar deyil. Sən deyə bilməzsən ki, Peyğəmbərin evində kimlər varsa, elə Əhl-i Beytdəndir. Deyə bilməzsən. Kim varsa Əhl-i Beytdəndir, onun xanımı da Əhl-i Beytdəndir. Yox, Əhl-i Beyt bir gəmidirsə, onun təyinatı Allahın əli. Allah təyin eləyəcək ki, kimlər Əhl-i Beytdəndir, kimlər Əhl-i Beytdən deyil. Təyin eləyib, bəli. Deyir, Peyğəmbər əbanı çəkdi Əhl-i Beytin başına. Yığdı Həzrəti Əli əleyhissalamı, Həzrəti Fatimə-i Zəhranı, İmam-ı Həsəni, İmam-ı Hüseyni. Buyurdu ki, Allahumma haulai Əhl-i Beyti, ilahi bunlar mənim Əhl-i Beytimdir. Və sən bunlardan bütün çirkinliyi uzaqlaşdırıb, bunları pak və pakizə qərar vermisən. Peyğəmbərin xanımlarından biri kənarda idi. Dedi, ya Rasulallah, olar mən də girim o əbanın altına, mən də olum Əhl-i Beytdən. Dedi, sən yaxşı adamsan, yaxşı xanımsan, aqibətün də yaxşı olacaq, amma Əhl-i Beytdən deyilsən. Çünki Əhl-i Beytdən olmaq sırf elə bu evin əhli olmaqla deyil, Allahın təyinatı ilandır. Necə gəmi Allahın təyinatı ilandır, onun mismarı da, onun taxtası da, onun ölçüsü də, həcmi də, eni də, uzunu da, hətta tarix hədislərə əsasən onun uzunun enini də yazıb. 1200-ə qədər deyirlər bir zira. Bir zira dirsəkdən barmaqların uzuna qədər olan məsafədir. Təqribən yarım metr. 1200 zira olanda təqribən 600 metr deyirlər. Tam onun yarısı da gəminin enidir. Yaxşı, Həzrəti Nuh Peyğəmbər bu gəmini Allahın vəhyi olmasa, Allahın nəzarəti olmasa, Allahın göstərişi olmasa necə düzəldə bilər? Vəsna'il fulkə bi'ayunina və vəhyina. Bizim vəhyimizlə, bizim göstərişimizlə biz sənə deyəcəyik, biz baxırıq, hər şey bizim nəzarətimizdədir. Sən öz başına bunu eləyə bilməzsən. Peyğəmbər, sən özündən sonra öz başına imam təyin eləyə bilməzsən. Bu bir. İkinci deyirlər, Həzrəti Nuh Peyğəmbər hər zaman ki gəmini düzəldirdi, indi nə qədər müddət çəkdi, gəlib keçənlər Həzrəti Nuh'a baxırdılar, gülürdülər. Hud surəsi 37-ci ayə. O ayənin bir hissəsidir. Buyurur, və kulləmə mərrə aleyhi mələun min qavmihi səxiru minhu. O zadəcanlar, o vaxtın belə nüfuzlu, adlı sanlı adamları gəlirdilər, keçirdilər, baxırdılar, gördülər ki, Həzrəti Nuh gəmi düzəldir. Deyir, səxiru minhu. Onu məsxərə eləyirdilər. Düzdür, Həzrəti Nuh da cavabında deyirdi, qal in təsxəru minna, əgər siz bizi məsxərə eləyirsiniz, fə inna nəsxəru minkum. Gün gələcək, biz də sizi məsxərə eləyəcəyik. Kəma təsxərun, necə ki siz bizə gülürdünüz, gün gələcək, biz də sizə güləcəyik. Bu Həzrəti Nuhun cavabıdır. Amma söz buradadır ki, bu insanlar Həzrəti Nuh'a baxıb onu məsxərə eləyirdilər. Nə deyirdilər? Deyirdilər ki, ya Nuh, indi Peyğəmbərliyi buraxıb keçmisən dülgərliyə. Bəziləri deyirdilər ki, yaxşıdır bu kişiyə biz iman gətirmədik. Bunun nəuzubillah ağlı gedib. Niyə görə? Çünki su yox, dəniz yox, gəmini neynir axı? Gəmini neynir? Yaxşıdır biz buna iman. Biz elə vaxtında deyirdik ki, bu belə məcnundur, ağlı gedib filan, elə düz deyirik. Yaşı da var, 950 il keçib. Belə məsxərə eləyirdilər. Başqa-başqa sözlər, gülürdülər, hərə bir söz deyirdi. Deyir, mənim Əhl-i Beytimin məsəli Nuhun gəmisi məsəlindədir. Yəni necə? Mənim Əhl-i Beytimi də məsxərə eləyəcəklər. Ələ salacaqlar, güləcəklər. Oldu tarixdə, deyir, bəli. Elə ki 12 yaşı var idi, 13 yaşı var idi Həzrəti Əli əleyhissalamın o Yevmuddar hədisində Peyğəmbər yığdı bütün ailə üzvlərini, qohum əqrəbalarını ki, mən sizə Allahın göndərilmiş Peyğəmbəriyəm, siz mənə itaət eləməlisiniz. Və kim mənə iman gətirər? Orada Həzrəti Əli əleyhissalam o yaşda qalxdı ayağa dedi ki, ya Rasulallah, mən səni təsdiqləyirəm. Peyğəmbərimiz onun barəsində buyurdu ki, sən mənim qardaşımsan, vəzirimsən, köməkçimsən və məndən sonra mənim yerimdə olansan.
Sən məndən sonra mənim vəzifəmi, səlahiyyətlərimi icra edəcəksən. Deyir, orada başladılar ələ salmağa. Hətta deyir, Əbu Talibi də ələ salırdılar. Gözün aydın deyir, bundan sonra oğluva itaət eləyərsən. Bunun nə yaşı var idi? 12-13 yaşlı uşağı gətirdi bizə. Qədirxunda Həzrət Əli əleyhissalamı mövla seçəndə dedi, ya Əli, ya Peyğəmbər, adam tapmadın, əmin oğlunu gətdin bizə mövla təyin elədin. Hərə bir söz deyirdi. Sonra məsum imamların özlərini, buyururlar İmam Hüseyin əleyhissalam Kərbalada istəyirdi, moizə eləsin, başlayırdılar əl çalıb gülməyə. İmam-ı məsum istəyir, moizə eləyə, bunları başa sala, əl çalıb gülürdülər İmam Hüseyin əleyhissalamı. Necə özləri onları istəyənlər də elə.